Salam qızlar, necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də bugün evləri təmizləmək istəyirəm. İnşallah sabah çərşənbədir. Dedim bugün evləri təmizləyim ki, sabah evlərim təmiz olsun. Türk baklavası pişirmək istəyirəm. İnşallah. Amma ki Türk baklavası mən yəni yuxanı yaymıram da, hazır yuxa almışam. Onunla hazırlayacağım. Bir də evlərim dəhşət qarışıb. Bir də qıza belə ət qoymuşam, axşama boş bişirəcəm. Biraz zink də atmışam içinə. Bir də tikələr atmışam. Belə zinklə yaxşı olur. Qızlar, Türk baklavasının bu lavaşlardan bişirəcəm. Oğlumun siyonuşu, anası şinyət mağazini var. Onlar belə satırlar. Mən də onlardan alıram. 5 manatadır. İçində 50 dənə belə lavaşdır. Kraxmallı. Çox yaxşıdır. Buzlamada saxlayıram bunu. Bu mütləq buzlamada saxlamaq lazımdır. İnşallah indi buzludur. İnşallah sabah çərşənbədə Türk baklavası hazırlayanda sizə də göstərəcəm. Bir izləyicim yazmışdı ki, Türk baklavasını bişirəndə çəksəz lap yaxşı olar. Amma ki mən ona yazdım ki, mən Türk baklavasını özüm də düz belə açıb evdə hazırlayıram. Amma ki lap qəşəng də bir aça bilmirəm da, yalan nə deyim. Lap belə bu çox gözəldir da, çox belə nazik, qəşəng kraxmallıdır özdə. Çox da gözəl çıxır. Türk baklavası. Ona ki mən də yəni Türk baklavasının lavaşları çox yaxşı gözəl aça bilmirəm da, yalan nə deyim. Öz baklavamızı çox gözəl bişirirəm, amma Türk baklavasını belə tam yaxşı aça bilmirəm. Bunu çox belə kraxmallını açırsan, ona ki məndə yəni yaxşı alınmır. Ən yaxşı belə 2 ildir mən valideyndən alıram. 5 manata, içində 50 dənə. Yəni çox gözəldir. İçində börək də eləmək olur qızlar bu lavaşdan. Türk baklavası da, sonra büzmə paklava da eləmək olur. Yəni ki valideynlərimiz, əslində mən eləməmişəm, amma valideynlərimiz deyir ki, biz bundan Napoleon tortu da eləmişik. Çox qəşəng alınıb. Mən eləməmişəm, yalan nə deyim, eləməmişəm. Hə. Qızım da xəstələnib, aynı şan xəstələnib. Bugün dərsə getməyib. Kriplərdən ona dəydi. O da krip oldu. Bugün dərsə qoymadım onu getməyə. İnşallah sabah gedər. Düzəlsə gedər. Yaman öskürür. Mən də hələ öskürürəm, inan Allah. Hələ yəni öskürək canımdan çıxmıyor. Hər şeydə içirəm, amma bu öskürək heç canımdan çıxmır. Səsim də tam yaxşı açılmıyor belə. Belə qızlar. İndi mən yavaş başlayım işlərimi görməyə. Sizə bunu göstərmək istəyirdim. Bilmirəm, bilənləriniz var yoxsa yox. Bu belə itburnu çiçəyidir. Anam bundan belə mürəbbə hazırlayır. Uşaqlar belə qızdırmalı olanda, belə xəstələnəndə, soyuqlama olanda mən bunu qaynar suyun içinə bir qaşıq bundan qatıram, bal qatıram, biraz gül suyu, bir də limon sıxıram. Yəni o dəqiqə qızdırmasını sağlar, çox yaxşı bir şeydir. Bu itburnu çiçəyidir qızlar. Bunu elə bil ki anam pişirmir. Bunu belə yığır. Adi necə biz qızlar feyxo mərbəsini hazırlayırlarsa pesuq vurub. Bunu da belə pesuq vurub 3-4 gün belə tez-tez qarışdırırsan. Tam pesuğu əriyəndən sonra belə yığırsan. İtburnu çiçəyidir. Bunu əsas İsmaildə çox eləyirlər. Bizdə bahalı da bir şeydir, satırlar bunu İsmaildə. Amma ki biz yəni almırıq da. Yəni anam Allah canını sağ eləsin, atam anam Allah canını sağ eləsin. Belə yığırlar. Həyətimizdə bunu ağacı var. Anam yığıb özləri hazırlayırlar. Allah canını sağ eləsin. Mən də 2 banki vermişdilər. Mən də belə uşaq
Kızlar bu şpilkanı vururam ki, paltar şpilkasına. Uşaqlar dəsmal götürün, dəsmal düşməsin. Qızlar bilirəm ki, yazasınız ki, niyə borşa limon suyu sıxdınız? Limon suyu sıxanda borşun rəngi çox gözəl qırmızı olur qızlar. Siz də bir dəfə hazırlayıb baxın. O qədər gözəl rəngi olur, çox gözəl olur. Hərdən görürsüz ki, borşun rəngi olmur da, çıxmır. Hərdən görürsüz qızlar, çoğunun rəngi çıxmır da. Mən bunu biləndən sonra o qədər gözəl borşumun rəngi olur. Siz də bir dəfə hazırlayıb baxın. İnşallah sizdə də gözəl rəngi olar borşun.
Qızlar buranı yığışdırıb qurtardım. Paltanın bitməyinə 10 dəqiqə qalıb. Mən də 10 dəqiqə oturum. Paltaları sərim, sonra gedim oğlumu dərsdən gətirməyə. Yeməyi də hazırlayıb qoydum. Yemək də yavaş-yavaş pişir. Belə qızlar. Amma çox yoruldum bu gün. Bayaq bu gülə su verəndə görəm ki, xeyli tumurcuqları var bu gülündə. Çox gözəl güldür qızlar bu gül. İnşallah bunun şəklini qoya bilsəm yuxarı qoyacağım, baxarsınız. O qədər gözəl güldür. Bunu mənim yoldaşım almışdı. 2 ildir bu gül məndədir. Çox gözəl güldür. Qızlar, mən də daha sağollaşıram. Gedib oğlumu dərsdən gətirəcəm. İnşallah. Sabah inşallah görüşərik. Allah'a əmanət olun. Mənə dəstək olmağı unutmayın əziz bacılarım. Mənə abunə sayım da çoxalsın. Mən də hər gün belə videolar paylaşım sizlərə. Sağ olun. Allah'a əmanət olun.